Salam əziz şagirdlər. Yenidən hər birinizi xoş gördük. Deməli bugün biz 3-cü sinif riyaziyyat fənnindən kiçik summativ qiymətləndirmə 2-nin izahına baxacağıq. İlk sualımıza baxırıq. 500-lük, 9 onluq, 2 təklikdən ibarət olan ədəd hansıdır? 500-lük, 9 onluq, 2 təklik B variantıdır. 639 ədədində 3 rəqəminin qiyməti neçədir? 3 burada onluq olduğu üçün 3-ün də qiyməti 30-dur. 547 ədədinin onluqlar mərtəbəsinin vahidlərinin sayını 5, təkliklər mərtəbəsinin vahidlərinin sayını 4 vahid azaltsanız alınan ədəd neçə olar? Gəlin 547 ədədini buraya yazaq. (547 ədədini yazdıq və burada deyir ki, onluqlar mərtəbəsinin vahidlərinin sayını 5 vahid. Onluğun 5 vahid. Təkliklər mərtəbəsinin vahidlərinin sayını isə 4 vahid. Artırsanız alınan ədəd neçə olar? Artırmaq nə deməkdir? Təbii ki, toplayacaq, düzdürmü? 7-nin üzərinə 4 gələndə 11 edir. 1 yazırıq, 1 yadda. 4-ün üzərinə 5 gələndə 9, 1 də yadda 10. Yenə 1 yadda 5, 1 də yadda 6. Cavabımız oldu neçə? 601. Dördüncü tapşırığımıza baxırıq. 345 üstəgəl 57 misalının düzgün həlli hansıdır? Deməli, 345 üstəgəl 57 misalının düzgün həlli. Burada 345-in üzərinə 57 gəlirik. 5-in üzərinə 7 gələndə 12 edir. 2 yazırıq, 1 yadda. 4-ün üzərinə 5 gələndə 9 edir. 1 də yadda 10. Yenə 1 yadda 0, 3, 1 də yadda 4. Düzgün cavabımız hansıdır? Təbii ki, 402-dir. 5-ci tapşırığa baxırıq. A çıxaq 247 bərabərdir 187 bərabərliyində A-nın yerində neçə olmalıdır? Deməli, bu A bizim azalanımızdır. Azalan, çıxılan fərq. Azalanı tapmaq üçün də nə edirdik, əziz şagirdlər? Azalanı tapmaq üçün fərqlə çıxılanı nə edirik? Toplayırıq. 187 üzərinə gəlirik 247. 7-in üzərinə 7 gələndə 14 edir. 4 yazdıq, 1 yadda. 8-in üzərinə 4 gələndə 12 edir. 1 də yadda 13. 1-in üzərinə 2 gələndə 3. 1 də yadda 4. Cavabımız oldu 434. A variantı. 6-cı tapşırığa baxırıq. 548 çıxaq 6, 548 çıxaq 16, 548 çıxaq 116 misallarının cavabları hansı bənddə düzgün verilmişdir? 548-dən 6 çıxanda 542 eləyir. Burada baxırıq ki, 542 ilə həm A, həm də B variantı başlayır. C variantını silirik. Çünki bu 488 ilə başlayır. Buna görə C bizim variantımız deyil. 548-dən 16 çıxanda eləyəcək 532. 532 olacaq. Deməli, cavabımız hansı oldu? B variantı. 116 çıxanda da 432. Hansı misal düzgün həll edilməmişdir deyir. Edilməmişdir. Düzgün oxumaq lazımdır burada da. 372-dən 7 çıxanda 365 eləyir. Bu doğrudur. 372-dən 27 çıxanda 355 eləyir. 12-dən 7 çıxanda 5. Burada qaldı 6. 6-dan 2 çıxanda 4 eləyir. Bu yanlışdır. Burada 372-dən 227 çıxanda 145. 12-dən 7 çıxanda 5 eləyir. Burada qaldı 6. 6-dan 2 çıxanda 4 eləyir. 3-dən 2-də 1. Bu da doğrudur. Deməli, düzgün həll edilməyən variant hansıdır? B variantı. Həsən oyunda 285 xal topladı. Bu elçinin topladığı xallardan M xal azdır.
Onlar birlikdə neçə xal topladılar? 9-cu sualda əziz şagirdlər, şərt tam verilməyib. Burada M xal azdır. Onlar birlikdə neçə xal topladılar? Burada yəqin ki, hansısa bir rəqəm olmalıdır. Burada M yazılıb. Buna görə bu sualın düzgün cavabı burada görsənmir. 10-cu suala baxırıq. 486 çıxaq B bərabər 129 bərabərliyində B-nin tapılması qaydası hansı bənddə verilmişdir? Bəli, burada B-miz nədir? Çıxılandır. Çıxılanı tapmaq üçün nə etməliyik əziz şagirdlər? Azalandan fərqi çıxmalıyıq. Yəni 486-dan 129-u çıxmalıyıq. B variantıdır. 748 ədədinin onluqlar mərtəbəsi vahidlərinin sayını 2 vahid azaldıb. Təkliklər mərtəbəsi vahidlərinin sayını 4 vahid artırdıqda bu ədəd nə qədər azalır? Deməli 748 ədədində onluqlar 4-dür və sayını 2 vahid azaltsaq olur 728 olur. Onluğun 2 vahid azaltdıq. Təhqiqlər mərtəbəsi vahidlərinin sayını isə 4 vahid artırsaq. Bunun üzərinə 4 gələndə olacaq 732. 732. Bizim ədədimiz də neçə idi? 748-dir. İndi deyir ki, bu ədəd nə qədər azalar? Nə qədər azaldı? 748 idi. Oldu 732. Nə qədər azaldı? Təbii ki, 16 vahid azaldı. Ən böyük 3 rəqəmli tək ədəddən 248 çıxdıqda neçə alınır? Ən böyük 3 rəqəmli tək ədədimiz neçədir? 999-dur. Və ondan 248-i çıxırıq. 999 çıxaq 248. 248. 9-dan 8 çıxanda 1, 9-dan 4 çıxanda 5, 9-dan 2 çıxanda 7. Cavabımız olur 751. Baxırıq 13-cü suala. Yüzlüklər mərtəbəsi vahidlərinin sayı 3 olan ən böyük ədədlə ən kiçik ədədin cəmini göstərən ifadə hansıdır? Deməli, yüzlüyü 3 olan ən böyük və ən kiçik. Ümumiyyətlə, yüzlüyü 3 olan ədədlər, əziz şagirdlər, 300-dən başlayır. Deməli, 300-dən başlayır. Bu 300-ün yüzlüyü 3-dür. Deməli, ən kiçiyi 300-dür. Və qutarır neçədə? 399-da. 399-dan sonra artıq yüzlüyü 4 olan ədədlər gəlir. Deməli, ən böyüyü də 399-dur. Və deyir, bu ədədlərin cəmini göstərən ifadə 399 üstəgəl 300 olmalıdır. A variantı. 14-cü tapşırığa baxırıq. 400-dən bir ədəd çıxılmış, fərqdə 145 alınmışdır. 400-dən neçə çıxılmışdır? Deməli, misalımız belədir. 400 çıxaq. Burada boş kvadrat var. Fərq 145-dir. Bizə deyir ki, bu azalan, çıxılan fərq. Çıxılanı tap. Biz də bildik ki, çıxılanı tapmaq üçün nə edirik? Azalandan fərqi çıxırıq. 10-dan 5 çıxanda 5 edir. Burada qaldı 9. 9-dan 4 çıxanda 5 edir. Burada qaldı 3. 3-dən də 1 çıxanda 2 edir. Cavabımız oldu neçə? 255. Gəlirik 15-ci suala. Hansı müqayisə doğru deyil? Doğru deyil deyir. Burada biz misalları hesablayıb cavablarını qeyd etsək, əziz şagirdlər, daha tez həll edərik. Burada baxırıq ki, 600-dən 200 çıxanda 400 edir. Və deyir 590 böyükdür. Bu düzdür. Burada 800-dən 300 çıxanda 500 edir. 200-ün üstünə 100 gələndə 300 edir. Baxırıq ki, bu da doğrudur. Və bizim səhvimiz A variantıdır. Doğru deyil deyir. A variantıdır. Burada 340-ın üzərinə 175 gələndə eləyir neçə? 0-ın üstə 5 gələndə 5, 4-ün üzərinə 7 gələndə 11, 1 yadda 510 eləyir. 515 eləyir. Burada isə 530 eləyir.
Bura 530 olur. Bura 515 olur. Və burada deyir ki 515 530-dan böyükdür. Təbii ki bu yanlışdır. Ona görə də A variantı səhvdir. Və gəlirik 16-ya. Deyir 643 çıxaq 299 fərqini tez hesablama ifadəsi hansıdır? Hə. Bu dərsə aid də kitabda tapşırıqlar var idi. Burada necə tez hesablaya bilərik? Burada təbii ki, əziz şagirdlər, A variantı olacaq. Biz burada 299-u bir vahid artırıb 300 şəklində yazırıq. Çıxmaq daha asan olsun deyə 643-dən 300 çıxanda deyir 343. Burada bir vahid artırdığımıza görə həmin o biri də 343-dən çıxarıq. Olar 342. Belə əziz şagirdlər, növbəti videoizahlarda görüşənədək kanala abunə olmağı unutmayın. Sağ olun, hələlik.